Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, hal-hazırda ölkədə qlobal səviyyədə olan və digər ölkələrə nisbətdə Azərbaycanın belə deyim sizə zəifdən də zəif olduğu bir məqam. Nə? İşsizlik. Çox asan və çox net bir cavabdır ki, ölkədə əksəriyyət kadr 100-ün 70-ə, yəni 70-in 30-a yəni son nəticə olaraq nisbət götürülür ki, 70% tupoy insanlar, 30% oxumuş insanlar arasında fərq və tupoylar əksəriyyəti vəzifədə, oxumuşlar kənarda. Baxırsan ki, əksər dövlət qurumları olsun, çoxsunda belə bir qlobal vəziyyət var. Müsahibələr giriləndə adətən elə bir suallar, əsasən də bu müsahibə komissiyasının nümayəndəsidir, müstəqil ekspertdir, Dövlət İmtahan Mərkəzinin digər nümayəndəsidir. Suallar səsləndirilir və müstəqil ekspert sanki ermənidir. Əksər dövlət qurumunda belədir. Sanki səni kəsəcəm, səni sındıracam, səni pis vəziyyətə qalacam düşüncə tərzi ilə yanaşılır. Normalda sən heç kimsən. Həmin müstəqil ekspertlərin neçəsini video çəkilişə götürəndə kitaba yaxud qarşısındakı səhifəyə baxıb sual verdiyini görürlər. Bu da nədən qaynaqlanır? Onu da pul yaxud tapşırıqla işə düzəldiblər ki, o günü bugün yaşı artıb hər hansı bir növ vəzifədə qaldığı təqdirdə qarşıdakı adamın da çalışır ki, səni əzəcəm. Küçük, səni əzəcəm. Sən kimsən? Dılğır. Sən dünənə qədər iki eşkəyin arpasını bölən belə qeyri-etik olsa doğru bir ifadə var. Və nəticədə gətirib onları həmin vəzifəyə qoyduqdan sonra qarşı tərəfə qarşı bir növ kin. Tapşırıq cəhənnəm, pulla işə gedibsə, o pulu səndən çıxardacam. Səni pis vəziyyətə salacam, çıxardacam kimi düşüncə tərzi ilə ona görə də oxumuş kadrlar qırağı var. Baxırsan vəzifədədir, öləcəksən 70, 80, 90 yaş var. Çıx, rədd ol, cavan kadrlar gəlsin. Yoxsa ölüb gedəsən, bir məsələ var, deyək, Corva da söyləyəcəm, bir kül sənin başla. Gedəndə də ki, 90-a qədər krestoda öldün. Bəzi kadrları video çəkiliş edən zaman müsahibələrdə gəlirlər otaqlarına baxırlar, az qalır otaqda ölsün. Boy verə soxumsan, çıx gəlsin işləsində, nə istəyirsən bu cavan kadrlardan? Ona görə də əksər dövlət qurumlarında yaşlı kadrların düşüncə tərzi ilə təhsil sistemi olsun, yaxud tibb sahəsi olsun, o istiqamətdə getdiyi üçün ya günü-gündən ölənlərin sayı artacaq, ya da təhsil sistemi batıb gedəcək. Cavan kadrlara mütləq şəkildə yer verilməlidir. Yer verilməlidir ki, yeni düşüncə tərzləri, yeni inkişaf formalaşsın. Yoxsa bundan da zəif və ya mənfi formata yüksələcək. Bu qədər. Suallarınız olduğu təqdirdə şəxsi mesaj bölməsinə, yaxud şərh bölməsinə məlumat verə bilərsiniz. Seanslar əyani və onlayn şəkildə həyata keçirilir.